Wow, sadəcə olaraq wow. Doğrudan da bu məkana gələndə bizi hər dəfə təəccübləndirirlər. Bir dönər məkanı necə belə lüks məkan kimi ola bilər? Bura artıq çoxunuzun da bəyəndiyi Həz dönərdir. Evimə yaxın olan Elmlər filialının terası açıldı, biz də yollandıq ora. Ora getsəniz, bu gördüyünüz yeməyi sifariş etməyi şiddətlə tövsiyə edirəm. Bunu bəyənməyən insan ola bilməz. O qədər də iddialıyam, dəhşət bir şey idi. Yox, əgər dönər üçün gedirsiniz, amma fərqlilik istəyirsinizsə, bu gördüyünüz parmezanlı, ruklalı dönəri sifariş edə bilərsiniz. Çox dadlı idi. Artıq çox uzun müddətdir ki, kebab seti ümumiyyətlə çəkmirəm. Amma çəkəcəmsə, baxın belə yerlərdə çəkəcəm, çünki keyfiyyətinə əminəm. Kebab seti möhtəşəm idi, ətləri pambıq kimi idi, çox dadlı idi. Yanında ispanaqlı, qaymaqlı, göbələkli məzə də var idi. Bu kebablara çox yaraşır. Qarnir olaraq isə həm təzə kartof, həm də bulğur var idi. Yanında göstərdiyim məzələr də dadlı idi, xüsusilə toyuqlu məzəni çox bəyəndim. Bir də burada özləri dondurma da hazırlayır. Dadını bəyəndik, sərin idi, lap ləzzət elədi. Künəfələri də yaxşı idi. Əgər dadlı, təmiz tikədən ibarət yarpaq dönər yeri axtarırsınızsa, buranı sizə məsləhət görürəm. Çox bəyənəcəksiniz. Daha öncə də qeyd etdiyim kimi bura Elmlər filialıdır. Həz dönərin Xətai və Ağşəhər filialları da var. Aşağıda səhifələrini qeyd edəcəm.